Salam dostlar, bugün aslında yeni bir Karpatçı videosuna karşınızdayız. Bugün ben size Karpatçı'ya bilirsiniz ki tezi güncelleme gelib, qar yağır yani. İndi size tezi güncelleme hakkında iki tək ayarı göstereceğim. Birinci geriye qardaşa. Vites kutusuna giririk. Burada bunların hamısını eləyirik. Rəqəmləri eyni olsa yaxşı olar yəni. Tamam elədik. Motora giririk indi. Motorda 10 minlik motoru alırıq. Sonra giririk digərlərə. Digərlərdəki turbomuzu 10 minlik deyil neçəliksə. Sonra təkrar seçdik. Bunlar yəni ki hamısı aynı. Yəni yaxşı göstərin deyən gözləyim. Yaxşı göstərirəm yəni, baxın yəni. İndi sifonlara keçir. Sifonlara bunların hamısını alır. Hamısını alırım. Rəqəmlərin hamısını gərək eyni edirsiniz ki, qəşəng iki təkər qalxsın. Sonra ağırlıq mərkəzi var burada. Bunu baxın. Tam buraya eləməlisiniz. Tam buraya eləsiniz. Bomba kimi iki təkər qalxacaq yəni. İndi keçək nəyə? Təkərin qalınlığına. Baxın, təkərin qalınlığı belə olsun. Baxın. Bələm də ki, biraz bitdi görsün. Zavaskoydu silin, biraz arızaydı. Zavaskoy qoya bilməsiniz. Mən Zavaskoyun şəkilsiz Zavaskoyun gəlişini var. Nəsə. Bax, buraları da gelmir. Bura gərək belə qoyasınız. Kopya, belə qoyursunuz. Lap super iki təkər qalacaq maşınınız. Bu da mənim 07'imdir. 07'ni bəyənənlər hələ bir daha bəyənmə butonuna basın. Bir də ki, siz bilirsiniz ki, Karparkingdə qəpik də var, əsl pul da var. Mən indi bilirsiniz ki, çoxu hələ məsələ çoxlu ziləli oynayırsınız bəlkə, çoxlu zəki yox. İndi mən sizə bir söz deyim. Bu qəpik var, məndə indi baxın qəpiyim yoxdur, sıfırdır. Onu bir də mənə deyin ki, necə şey eləyirlər də. Necə qəpik eləyirlər, yazın bir dənə yorumlara. Mən bilim ki, necə qəpik eləyirlər, çünki mən qəpiyim yoxdur. Qəpiyimi istəyirəm olsun. Bir dənə şey, 4 göz alacağım. 500 qəpiyə neçəyəsə deyə göstərim də sizə. Bunlar da bunlara gelir. Supra'da almışam. 4 göz aldım. Yes. Belki tezi güncelleme gəlmiş qəpiyə digər olmuş. 4 göz. 4 göz qəşəngdir yəni. Video vardı, onu almaq istəyirəm. Tapa bilmədim. Nəsə 4 göz indi tanıyanımız vardı. Bu da i8'dir bu. i8 BMW i8 deyəsəm bu. Kars motorlu böyle maşınım var mənim. Bu feyl çıxarmaq olar, bilirsiniz ki, məndə var. Baxın. Böyle yıxmamışam, aldım hələ qoydum. Deməli, yıxaram. Motorun sadını yıxıram, periodok saat, bu feyl sadını çatdım. Nəsə dostlar. Ya toplaşımı da göstərim sizə daha tutarım. Neyse dostlar, gireyim 07'ye. 07'ni alsın. Sağ olun dostlar, görüşene kadar.